Choose the correct variant. Düzgün variantı seçin. We talk loudly in the library. It's against the rules. İkinci tərəfdəki cümlənin tərcüməsinə əsasən inkar yoxsa təsdiqdə uyğun olan modal feil təyin etməliyik. Qaydalara ziddir dediyimiz üçün kitabxanada yüksək səs tonu ilə danışmamalıyıq deməliyik və cümləmiz inkarda olmalıdır. Bunun üçün A variantı artıq təsdiqdir deyə yanlışdır. B variantında have to modal feili inkarlığı özü düzəldə bilməz, don't have to olmalıydı deyə yanlışdır. Düzgün cavabımız C variantıdır. Mustn't, yəni malı məli modal feilinin inkar versiyasıdır. Daha sonra D variantında have deyə bizim modal feilimiz düzgün verilməmişdir. Have to olmalıydı ki, biz də onun inkar versiyasında don't have to istifadə edə bilək. Və Y variantında need not to istifadə olunub. Əgər need-i modal feil kimi vermiş isə, yəni not əlavə etmiş isə, özündən sonra to-suz məsdər gələ bilər. To-lu məsdərin işlənməsi yanlışdır. Və həmçinin qrammatik və tərcümə baxımından düzgün cavab qeyd etdiyimiz kimi C variantı götürülür.